son vaxtlar bəzi saytlarda və sosial şəbəkə səhifələrində Rəcəb Babaşovla bağlı tənqidi yazıların dərcinə cavabdır. Hər halda mətndə belə deyilir. Rəcəb Babaşovun şəhid ailələrinə, qazilərinə ev tikdiyi deyilir. Onların digər problemlərinə xüsusi həssaslıqla yanaşıldığı bildirilir. Rayonda uşaq bağçalarının açıldığı, rayonların təmir olunduğu, digər sosial problemlərin həllini tapdığı xüsusi olaraq diqqətə çatdırılır. İcra başçısının vətəndaşları qəbul etməsi, onların üzləşdiyi maneələrin aradan qaldırılması istiqamətində var gücü ilə çalışdığı da qeyd olunan məsələlər arasındadır. Müəllifə görə yazının sonunda imza yoxdur, bəlkə də deyirlər ki, elə bunu Rəcəb müəllimin özü yazıb. Və müəllifə görə Rəcəb Babaşov bu işləri xeyirxahlıq kimi görür, əslində bu fəaliyyətin ona dəxli olmamalıdır. Rəcəb Babaşov 2016-cı il prezidentin sərəncamı ilə Qazaxın icra başçısı vəzifəsinə təyin edilib. Üstündən xeyli vaxt keçib, ona görə də bəlkə yadından çıxıb əsas vəzifəsi xalqa, vətəndaşlara xidmət göstərməkdir. Bu işlərə görə dövlətdən vətəndaşların vergiləri ilə formalaşan büdcədən maaş aldığını da unuda bilər. Bütün bunlara görə kabinet, köməkçi, katibə, müavinlər, şöbə müdirləri xidmətin maşın sürücü ilə təmin olunduğunu bir zərrə xatırlamaya bilər. İşlər çoxdur, baş qarışıqdır, Qazax cəmaatının yükünü çəkmək asan işdirmi? Rəcəb müəllimin şəxsi işlərdən vaxt tapan kimi icra başçısı da işləyir deyə qeyd olunur. Bəs yoldaş Babaşovun başı nəyə qarışıb? Hansı vacib işlərlə uğraşır əcaba? Və fərasətli icra hakimiyyətinin başçısı əlinə fürsət düşən kimi özünə biznes qurur, qaz vurur, qazan doldurur, oğluna 500 minə, özünə 300 minə maşın alır. Rayonun ən münbit torpaqlarını ələ keçirir, fermer təsərrüfatı yaradır, kartof əkir, taxıl səpir, ərik bağı salır, xiyar yetişdirir, pomidor becərir və s. Bakıda, Dubayda, başqa xarici ölkələrdə öz biznesini böyüdür. Qazandığı pulları da xalq və dövlət yolunda xərcləyir. Rəcəb müəllim yaxşı bilir ki, məmurun bizneslə məşğul olması dövlətçiliyə dəstəkdir, ümumi daxili məhsulun artmasına köməkdir. Yaranmış gərgin geopolitik durumun məlhəmidir, düzdür. Arada buna görə yüngülvari qanqaraçılıq da olur. Məsələn, məmurun biznesmenliyi cinayət məcəlləsinin vəzifə səlahiyyətlərindən sui istifadə və vəzifə səlahiyyətlərini aşma maddələri ilə tövsif olunaraq hüquqi məsuliyyət yaradır. Onda baxırsan ki, dövlət təhlükəsizlik xidmətinin qara maskalları başçının başının üstünü aldı. Onu hop götürüb başına qara torba keçirib, qara plyonkalı maşınla Bakıya gətirirlər. Məhkəmənin hökmü ilə barəsində 4 aylıq həbs qəti imkan tədbiri seçilir. Qulaqlara qurğuşun lap elə, Qaxın icra başçısı Musa Şəkiliyevin başına gələnlər kimi. Paxıl gözü götürməyən jurnalistlər Rəcəb Babaşovu vaxtaşırı medianın gündəminə gətirirlər. Onun və oğlu Elşən Babaşzadənin haqqında yazırlar. Bəs deməzsənmi, ata-bala Babaşovlar bahalı maşınlar sürür, mülklər alır, biznes qururlar. Bu xəbərlər fotoların, sənədlərin müşahidə ilə yayımlanır. Bəs xalqı üçün bu qədər iş görən, el yolunda saçlarını qaraldan Rəcəb müəllim köhnə 06-da mı gəzsin? Düşmənləri bizə gülməzmi o zaman? Yəni, Rəcəb Babaşovun əsas vəzifəsi vətəndaşı qəbul etməkdir. İnsanların probleminin həllinə kömək göstərməkdir. Ona tapşırılan işləri görüb, yuxarı instansiyalara hesabat verməkdir. Bütün bunların öhdəsindən 450 min manata alınmış Range Rover sürərək, ayda bir neçə yüz minə, bəlkə də bir neçə milyona qazanaraq gəlmək olar. Və, yəni Range Rover almaq üçün ayda bir neçə min qazanmalısan ki, bunu alasan və yaxud da ki milyon, çünki 450 min alınan bir maşından gedir. Sonucda söhbət kasıb, quru maaşa baxan icra başçısı kimin nəyinə lazımdır? Əgər təbii ki, quru maaşa baxırlarsa. Belələrinin sözünün zaftası olmaz. İctimai, siyasi mühitə zərbə vurarlar, sabitliyi pozarlar. İcra başçısı bahalı həyat sürməlidir ki, xalq üçün yeni hədəflər müəyyən edə bilsin. Məsələn, yaxın çevrəsinə deyə bilsin ki, Gəncə Qazax regionu üzrə prezidentin səlahiyyətli nümayəndəliyi yaradılsa, bu vəzifəyə özündən başqa layiqli və şanslı namizəd yoxdur. Bu cür məsuliyyətli mövzuda ayda 1728 manat maaş alan başçı danışa bilərmi? Yox, qorxusundan dodağı uçuqlayar.
o kasıb başçının. Gündəlik Qazax səhifəsi başçı Rəcəb Babaşov haqqında sərnamə yazır. Bu cür miqyaslı fəaliyyəti əks etdirmək üçün belə səhifələr çox yaradılmalıdır. Maşallah, səhifəyə baxırsan, adamın ürəyi açılır, gözləri yaşarır. Rəcəb Babaşovun hər pozda şəkilləri yayılır ki, layiqdir. Onun fəaliyyətini görünməyən yazıya alınması, dilə gətirilməsi və məsləhət olmayan tərəfləri çoxdur. Çox da ki, gündəlik Qazax səhifəsindəki yazılar savadsız şəkildə tətbiq edilir. Əsas ürəkdir, bir də ki, niyyətdir, necə deyirlər, gərək ki, o da təmiz ola. Məsələn, təqdim olunan bu mətndə səhvlər. Bir mətn də yerləşdirilib Qafqaz info saytına. Orada həddindən artıq çox yazı səhvləri var və o yazı səhvləri təqdim olunur. Məsələn, həmin mətndəki səhvləri orta məktəbin 4-cü sinifini zorla bitirmiş şagird də yazar. Bilmirəm, bəlkə də mətni Qlobal İnfoazdan rejissorum da göstərə bilər. Elə bu şəklin altında da, əgər bu şəkili oradan götürmüsünüzsə, bu şəklin altında o mətn də hətta verilib. Lap elə Rəcəb müəllimin özü bundan da betər yazır, düşmənləri mələr qoyar. Amma eləmir. Çünki humanist insandır. Əgər İndi hər bir kəs belə icra başçısını əl üstə tutmalıdır, onların qədrini bilməlidirlər. Tutulanda da hüquqlarının müdafiə komitəsi yaradılmalıdır, türməyə peredasiya zat aparmalıdır. Bəlkə də gündəlik Qazax səhifəsi belə bir mətn yazmaqla Rəcəb Babaşovu qəsdən biabır etmək istəyir. Amma bu cür xırda söhbətlər onun imicini zədələyə bilməz deyə Qlobal İnfoazdan Tahir Turanın yazdıqlarıdır. İcra başçılarının bahalı maşın sürməsi məsələsinə qalanda, bəlkə də həqiqətən də ona verilən xidməti maşından istifadə edən və yaxud da ki, onun məbləği cüzi olan 1-2 icra başçısı tapa bilərsən. İcra başçılarının nəinki özləri at oynadır, onların övladları atlar oynadır. Ataları bəlkə də bir at oynadırsa, övladları 5-6 atı birdən oynadır. Yəni, bu rayonu özününkiləşdirən icra başçıları var, amma yenə dediyimiz kimi bunun üzərinə bir də gəlirəm ki, onlar unudurlar ki, vəzifə müvəqqətidir və haqqında bəy tərifi olunan yazı isə bundan ibarətdir. Qırmızı qələmlə orada, bəzən də göy qələmlə orada, hətta belə işarələyiblər də sözlərdəki hərf səhvlərini və sözlərin yazılış formasını. Olsun Qazaxın icra hakimiyyətinin başçısı, olsun Qaxın, olsun Şəkinin, olsun da ki, nə bilim, digər yerlərin götürə bilərik vərəqi. Digər yerlərin icra başçıları hansı maaşla dolanır? Birini tapsaq, şükür sənə ay Allah, yüzlərin içərisində və yaxud da ki, onların içərisində birini tapdıq deyə bilərik. Çox az icra başçıları var ki, onlar həqiqətən də təyin olunduqları rayonda o insanların halına acıyırlar və maksimum bacardıqları qədər kömək edirlər. Çox az icra başçıları var ki, onlar şəhid ailələrinin mütəmadi olaraq yanındadır. Yeri gəlmişkən, misal olaraq buna Abşeron rayon icra hakimiyyətinin başçısı Abdün müəllimin adını çəkə bilərəm. Hələ mən olduğum tədbirlərdə bir adam görməmişəm ki, Abdün müəllimdən narazılığını ifadə etsin. O qədər dua eləyirlər. Adam o qədər şəhid ailələrinin və qazilərin yanındadır. Ümumiyyətlə imkansızların yanındadır. Amma dediyim kimi, bu adlar çox azdır. Və indi bizim icra başçıları daha çoxu nə ilə məşğul olur? Az öncə dedik. Xiyar istixanaları bunların olmalıdır. Pomidor istixanaları bunların olmalıdır. Baxın, kəndçinin pul qazandığı yerlər var. 3-4 yer. Kartof əkirlər, soğan əkirlər, xiyar əkirlər, pomidor əkirlər, kələm əkirlər, kök əkirlər. Və icra başçısı gəlir deyir ki, bunu sən yeyəcəksən. Yox, mən icazə vermərəm. Mən olan yerdə siz kimsiz ki, burada əkəsiz, becərəsiz, hələ üstə gəl bunu satıb, paranı da cibinizə qoyasınız. Yox, icra başçısı varsa, demək ki, bütün bu sahələr, rayon, istəyir Qazax olsun, istəyirsə də ki, digər rayonlar olsun, heç bir fərqi yoxdur. Hamısı elə bilirsən ki, icra başçısının dədə malıdır və istədiyi kimi o maldan istifadə edir. Hələ bizim bəzi deputatları, belə demirəm, bir belə ürək açıqlığı ilə, baş ucalığı ilə da deyirlər ki, filan rayonda kartof sahələri var, ha? Hamısı mənimdir, özümə məxsusdur. Yeri gəlmişkən, belə deputatlarımız da var. Amma bunun nəyi
belə deyim ki, insana qürur verici bir şeydir, onu anlamadım. Bircə balaca sağ ol o istiqamətdə düşür ki, bilirsən ki, həmin o deputat gəlir o sahəni alır. İcra başçıları ilə indi deputatların arası da yaxşıdır bir çoxunun. Bir halda ki, həmin bölgədən seçiliblərsə, ümumiyyətlə yaxşıdır əksəriyyətinin gəlir, nəsə razılaşdırırlar, necə deyirlər, əli yuyar, əl də qayıdıb üzü yuyar. Gəlirlər, razılaşdırırlar, o torpaq sahəsini alırlar, ondan sonra artıq başlayır, rəhbər olur o kəndlinin üzərində. 10 nəfəri işlədir orada və 10 nəfərə də qazandığı pulun çox cüzi bir hissəsini verir ki, sən də balana çörək pulu apar. Və bütün bunların fonunda sonra biz nə görürük? Vəzifə səlahiyyətlərinə istifadə etmə, korrupsiya, rüşvətxorluq və s. və s. Hansısa icra başçısının qolu qandallandı və paytaxta gətirildi. İndi belə özü 450 minlik maşın sürən icra başçısı, oğluna 500 minlik maşın alan icra başçısı həqiqətən də nə qədər qazanırlar ki, hələ burada iki fakt var. Hələ bunların villaları, evləri, restoranları, digər bizneslərinin siyahısı yoxdur. Bir ömür işləməlidir ki, maaşla dolanan birisi ki, özünə Range Rover alsın. Hələ bunun bəziləri var, heç bunu belə röya olaraq da düşünmürlər də. Ki, Range Roverim ola bilərdi. Onlar deyir, hələ bir eşeğə minək, ata çatana qədər. Bunlar birdən-birə at üzərində çapırlar. Çox təəssüf ki, belə icra başçıları var və onlar haqqında da məlumatlar kifayət qədər çoxdur.